İndi isə daha ətraflı. Laçın Beynəlxalq Hava Limanının açılış mərasimi keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılış mərasimində iştirak ediblər. Dövlət başçıları Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə də tanış olublar. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hava limanının rəmzi açılışını bildirən lenti kəsdilər. Laçın Beynəlxalq Hava Limanının rəmzi açarları prezidentlərə təqdim edildi. Dövlət başçıları hava limanında yaradılan şəraitlə tanış oldular. Qeyd edək ki, mürəkkəb dağlıq relyefdə yerləşən Laçın Beynəlxalq Hava Limanı işğaldan azad olunan ərazilərdə inşa edilən 3-cü beynəlxalq hava limanıdır. Tikintisinə 2021-ci ilin avqust ayında başlanılan bu mühüm infrastruktur obyektinin inşası ən yüksək texnoloji və mühəndislik standartlarına uyğun həyata keçirilib. Hava limanı Azərbaycanın dəniz səviyyəsindən ən hündürdə yerləşən aeroportdur. Laçın şəhərindən 30 km, Şuşadan 70 km, Kəlbəcərdən isə 60 km məsafədə yerləşən hava limanı Qarabağ və Şərqi Zəngəzur regionlarının nəqliyyat əlaqələrinin gücləndirilməsində mühüm rol oynayacaq. Sonra dövlət başçıları türk və azərbaycanlı sərmayədarlar tərəfindən Qarabağ və Zəngəzur bölgəsində yaradılan ilk özəl kənd təsərrüfatı kompleksi olan Dost Aqroparkda istehsal edilən məhsullara baxdılar. Qeyd edildi ki, kompleksdə ağıllı kənd təsərrüfatı texnologiyaları, bərpa olunan enerji və dayanıqlı kənd təsərrüfatı mexanizmlərinə əsaslanan fəaliyyət qurulub. Aqroparkda hazırda 120 nəfər işlə təmin olunub. Tam işə düşdükdən sonra burada 500 nəfərə iş imkanı yaradılacaq. Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Kəlbəcər-Laçın avtomobil yolunda görülən tikinti işləri ilə də tanış oldular. Azərbaycan və Türkiyə prezidentlərinə görülən işlər barədə məlumat verildi. Bildirildi ki, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində icra edilən mühüm əhəmiyyətə malik yol infrastrukturu layihələrindən biri də uzunluğu 75,8 km olan Kəlbəcər-Laçın avtomobil yoludur. Başlanğıcını Kəlbəcər rayonunun Qamışlı kəndindən götürməklə Laçın rayon ərazisindən keçən və bu iki rayonu birləşdirən yol 2, 3 və 4 hərəkət zolaqlı olacaq. Yol boyu tikintisi nəzərdə tutulmuş 17 avtomobil tunelindən 16-sında tikinti işləri uğurla davam etdirilir, birinin isə layihələndirilməsi aparılır.